Kotleti necə bişirək ki, bişərkən yığılmasın, formasını saxlasın və yağı kəfli olmasın. Əvvəla çox yağlı ətdən istifadə etmirik. Əti dondurucudan çıxarıb istifadə ediriksə donunu tam açmırıq. Əriyib suyu çox axmasın, yoxsa bişərkən kəfi çıxacaq. Əti çəkirik, üzərinə çəkilmiş soğan əlavə edirik, amma soğanın suyunu tamamilə sıxırıq. Sonra süddə isladılmış çörək, kiçik kartof, duz, istiot, paprika əlavə edirik. Kartof vurmağımızın səbəbi kotletin içi həm yumuşaq olsun, həm də ətin quruluğunu götürsün. Gəlirik əsas məsələyə, əti yaxşı yoğururuq. Kotletin yığılmasının sirri əti yaxşı yoğurmamağımızdır. Əti bir 10 dəqiqə yoğururuq və 10 dəqiqəlikdə soyuducuda gözlədirik. Yağın kəfli olmaması üçün isə kotletləri qazın orta xodunda qızardırıq. Bir üzü qızarmamış kotleti çevirmirik. Bir tərəf qızardıqdan sonra o birisi üzünə çeviririk və qazın xodunu alırıq. Kartofa gəldikdə isə kartofun eyni tonda qızarmasını istəyirsinizsə, qaynar yağı 1 çay qaşığı un əlavə edirsiniz və kartofu soyduqdan sonra mütləq kağız salfetlə suyunu alırsınız. Quru kartofları yağın içinə əlavə edib qızardırsınız.